Doktor, öd kisəsi polipləri nə zaman əməliyyat edilməlidir? İçi boşluqlu orqanlarda, yəni mədə və bağırsaqlarda poliplər olduğu kimi öd kisəsində də poliplər mövcuddur. Bu poliplər öd kisəsinin divarından inkişaf edib mənfəzə doğru böyüyürlər. Poliplər çox zaman pasientlərdə hər hansı bir şikayət verməməkdədirlər. Ancaq poliplərin ən qorxulu tərəfi onların gələcəkdə xərçəngə çevrilmə ehtimalının olmasıdır. Ancaq bütün poliplər hər zaman əməliyyat olunmalıdır anlamına gəlməz. Poliplərin əməliyyat olunması üçün olan göstərişləri 2 kriteriyası vardır. Bunlardan birisi poliplərin ölçüsünün 1 sm və üzərində olması, ikinci kriteriya isə son 6 ay ərzində poliplərin ölçüsündə 2 dəfəyə qədər böyümənin olmasıdır. Bu kriteriyaların xaricində olan poliplər müəyyən aralıqlarla takib edilir.